100 nəfər alqışlasın məni, doyacaqsan? 100 nəfərin alqışı lazımdır sənə həyatda. Bu 100 nəfər buradan alqışlayıb, sonra gedir öz həyat yoldaşının yanına, övladının yanına, yaddan çıxırsan, sən. Amma mələklər səni alqışlayanda, cənnət sənin arzunda olur, Allah deyir, xoş gəlmirsən qiyamətdə. Bax, danışanda gedib görürsən ki, sən demə, mən ancaq Allahı istəyirəmmiş. Bax, bu nəticəyə gəlirsən. Rahatlıq istəyirəmsə Allah istəyirəm, ləzzət istəyirəm Allah istəyirəm, şöhrət istəyirəm Allah istəyirəm. Beləcə də gizli müsbət hissi önüzə çıxır. Mən içimdə sən demə Allah istəyirəmmiş, gizliyi də özümdən. Bax belə, suallarla gedib çıxırsan o məğzə, onu üzə çıxardırsan. Denən sənə 1000 adam əl çalsa, 10.000 adam əl çalsa, 100.000 adam əl çalsa, amma İmam Zaman səni görəndə üzün çevirsə, hansı yaxşıdır sənin üçün? Bu sualı özünə ver.